var ki, ilk baxışdan bilmirik ki, bunun kökü sifətdir, isimdir, feildir. Yəni bunu ayırd edə bilmirik. Yəni sözün kökü amonimdir. Bu sözlərin izahını verəcəm. Diqqətlə baxaq. Hamımıza bəlli olan sözlər var. Məsələn, düzül, sonra düzgün, sonra düzəl. İlk baxışdan biz bilmirik ki, bu sözdə sözün kökü isimdir, sifətdir, yoxsa feildir. Düz sözü bilirik ki, amonimdir. Düz sözü bilirik ki, amonimdir. Bir var düzmək, feil. Bir var əyri düz sifət. Bir də var ki, dərə təpə düz. İndi baxaq düzül sözünə. Bunun kökünün hansı nitq hissəsi olmasını bilməkdən ötürü şəkilçiyə baxırıq. Bu şəkilçi ı üstü 4 şəkilçisidir və feil düzəldir. Əgər şəkilçini yadınızda saxlaya bilmirsinizsə, düz sözünün yerinə başqa söz qoyaq. Məsələn, yazıl, sonra məsələn baxıl. Gördünüz, yaz feildir, bax feildir. Demək düz də feildir. Demək düz də feildir. Bu sözün kökü olacaq feil. Digər sözə baxaq. Düzgün sözü. Düzgün. Düzgün sözü özü sifətdir. Dövlükdə sifətdir. Yenə də şəkilçiyə baxaq. Bu şəkilçi yenə də feildən sifət düzəldən şəkilçidir. Feildən sifət düzəldən şəkilçi. Hansı şəkilçidir?Ğın, sonra cin, ğun, gün, gün. Bax bu şəkilçidir. Bu şəkilçi də sifətdən, demək, daha doğrusu feildən sifət düzəldir. Yaxşı, bunu tapmağın asan yolu hansıdır? Bunu tapmağın asan yolu yenə də sözün yerinə başqa bir söz qoyaq. Məsələn, gərgin. Sonra məsələn yorğun, yorğun. Əzgin, əzgin. Gördünüz, burada da feildir, burada da feildir, burada da feildir. Demək düz sözü burada feil olacaq, sifət olmayacaq. Baxırıq axırıncı sözə, düzəl sözünə. Düzəl. Şəkilçiyə baxaq yenə. Bu şəkilçi yadımızda saxlayaq ki, adlardan feil düzəldir. Adlardan feil düzəldən şəkilçidir. A üstü 2 l şəkilçisi. Bunun ortasında yazaq. A üstü 2 l şəkilçisi. Yəni ki, saitlə qurtardıqda l kimi verilə bilir. Yaxşı, yenə də həmin qayda ilə düz sözünün yerinə başqa bir söz qoyaq, başqa bir sözlə əvəz edək. Məsələn, qocalmaq. Burada yəni saitlə qurtardığına görə l-nı qoyduq. Qoca sözü nədir? Sifətdir. Sifətdirsə, yəni adlardan düzəlib də bu. Sifətdirsə, demək düz də sifət olacaq. Yəni bu üsulla bu sözlərin kökünün hansı nitq hissəsi olmağını asanlıqla tapmaq mümkündür. Əgər şəkilçini yadınızda saxlaya bilmirsinizsə, onda yerinə başqa söz qoyun.